Təbiətin bizə bəxş etdiyi möcüzələrdən biri zəncir otu haqqında bilirsinizmi? Bu kiçik, amma çox güclü bitki sağlamlığımız üçün əsl xəzinədir. Bugünkü videomuzda zəncir otunun faydaları, istifadə qaydaları və mümkün yan təsirləri haqqında danışacağıq. Zəncir otu dərman bitkilərindən biridir. Xalq arasında ona dağ çəkilic otu da deyilir. Bu bitki əsasən dağlıq və quru ərazilərdə bitir. Həm təbii şəfa mənbəyi, həm də mətbəxlərdə ədviyyə kimi istifadə olunur. Zəncir otu qədim zamanlardan bəri insanlar tərəfindən istifadə edilir və bir çox xəstəliklərə qarşı faydalı hesab olunur. Zəncir otu mədə-bağırsaq problemləri, qəbizlik, köp kimi narahatlıqları azaldır. Mədə yanmasına qarşı təsirlidir, həzmi asanlaşdırır. Zəncir otu təbii antiseptik xüsusiyyətlərə malikdir və öskürək, boğaz ağrısı kimi problemlərə qarşı istifadə olunur. Gərginlik, stresi azaldaraq rahatlıq verir. Yatmazdan əvvəl içildikdə yuxusuzluğu azaldır. Zəncir otu ürək və qan dövranını yaxşılaşdırır. Qan dövranını təmizləyir və təzyiqin normallaşmasına kömək edir. Zəncir otu cinsi gücü artırır. Xalq təbabətində zəncir otu kişi və qadınlarda cinsi enerjini artırmaq üçün də istifadə edilir. Zəncir otudan çay kimi də istifadə edilir. Qurudulmuş zəncir otunun yarım çay qaşığını bir stəkan qaynar suya əlavə edin, 10 dəqiqə dəmləyin və süzüb için. Zəncir otu yağı antiseptik kimi istifadə edilə bilər. Bir neçə damcı yağı dərinizə sürtərək iltihapları azalda bilərsiniz. Zəncir otu bitkisinin faydalı tərəflərlə yanaşı zərərli tərəfləri də vardır. Aşırı istifadə yan təsirlərə səbəb ola bilər. Baş ağrısı, təzyiqin dəyişməsinə və s. Xroniki xəstəlikləri olanlar həkim məsləhəti almalıdırlar. Zəncir otudan istifadə edərkən xüsusilə də hamilə qadınlar, süd verən analar diqqətli olmalıdır. Siz zəncir otudan istifadə etmisinizmi? Onun faydalarını hiss etmisinizmi? Rəylərinizi şərhlərdə bizimlə paylaşın. Bu videonu bəyəndinizsə like atmağı, kanalımıza abunə olmağı unutmayın. Sağlam və təbii qalın.